Paletka məsələsinə baxaq. Paletka ilə verilən ərazinin miqyası 1 bölünsün 200 min olarsa, bu ərazinin həqiqi sahəsini tapın. İndi baxaq. Burada biz burada təsviri görürük, düzdür bu təsvir. Bizə bu qıraqdakı damalar lazım deyil. Bizə əsas lazımdır bu təsvirin çəkildiyi, içində çəkildiyi damalar. Ona görə də biz sayırıq. 1, 2, 3, 4, 5. 5 tam damamız var ki, ona əhatə edib. Yazırıq 5 tam dama. 1, 2, 3, 4, 5, 6. 6 dənə də yarımçıq damamız var. İndi bu 5 tam dama, 6 yarımçıq dama bizə verir 3 tam damanı. 5 tam damamız da var idi axı. 5 tam dama ilə 3 tam dama eləyir 8 tam dama. Bunu biz tapdıq. 8 tam damanı tapdıq. İndi bu bizim nəyimizə lazımdır? Biz bilirik ki, 4 dama, düzdür, 4 dama 1 kvadrat santimetrdir. 4 dama 1 kvadrat santimetrdirsə, 8 dama x kvadrat santimetrdir. Biz bunun birinci xəritədəki sahəni tapmalıyıq. Çünki bizim həqiqi sahəni soruşur. Yəni burada miqyas var, həqiqi sahə var. Biz xəritədəki sahəni tapmalıyıq ki, həqiqi sahəni tapaq. İndi buradan da tapırıq ki, 4x bərabərdir 8-ə, x də bərabərdir 2-yə. Yəni xəritədəki sahəsi 2 kvadrat santimetrdir. Bunu tapdıq ki, xəritədəki sahə bərabərdir 2-yə. İndi miqyas 1 bölünsün 200 mindir. 5 sıfırı silirik, düzdür? Miqyasdan 5 sıfırı siləndə miqyası kvadrata yüksəldirik. Çünki sayını soruşur. 2-nin kvadratını da tapırıq ki, 2-nin kvadratı eləyir 4. Çünki həqiqi sahəni tapanda miqyasın kvadratını vururuq xəritədəki sahəyə. İndi miqyasın kvadratını tapdıq 4-dür. Burada tapdıq 4-dür. Xəritədəki sahəni də tapdıq ki, 2-dir. 4-ü 2-yə vururuq, cavab eləyir 8. Deməli, bu ərazinin həqiqi sahəsi 8-dir. Cavab eləyir Y bəndi. Özdə 8 kvadrat santimetr yox, 8 kvadrat kilometr. Cavab elədi Y bəndi.